Bu il ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq. Bunlardan 70-də həm kəsim, həm satış, 29-da qurbanlıq heyvanların yalnız satışı, 27-sində isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Onların hər biri agentliyin rəsmi saytında, afsa.gov.az saytında əks olunur. Qurban bayramı günlərində bir sıra küçə, yol kənarları, belə deyək, parklarda qanunsuz heyvan kəsimi fəaliyyətlərlə məşğul olan şəxslər də öz fəaliyyətlərini təklif edirlər və biz vətəndaşlara xahiş edirik ki, yalnız rəsmi şəkildə deməli qurbanlıq heyvanların kəsimi və satışını həyata keçirən məntəqələrin xidmətlərindən istifadə etsinlər.